Müheymin 2-ci cild. Təhqiq, tərcümə və təlif Mürşid Yusufoğlu. Oruc kitabı. Fitir və Ədha günlərində Ramazan və Qurban bayramı olan 2 gündə oruc tutmağın nəhy olunması babı. Məlik İbn Şihabdan, İbn Əzhərin mövlası Əbu Ubeyddən dedi: Ömər İbn Xattabla bayram namazında oldum. O namaz qıldı, sonra namazı bitirib insanlara xütbə verdi və dedi: Şübhəsiz ki, Rasulullah sallallahu aleyhi və səlləm bu 2 gündə oruç tutmağı nəhy etmişdir. Orucunuzdan sonraki fitir Ramazan bayramı günü, digəri isə qurbanlarınızdan yediyiniz Qurban bayramı günü. Əbu Ubeyd dedi: Sonra Osman İbn Affanla bayramda oldum. O gəldi, namaz qıldı. Bitirəndən sonra xütbə verərək dedi: Həqiqətən də bu gününüzdə sizin üçün 2 bayram bir araya gəlmişdir. Kənar kəndlərin əhlindən kim cüməni gözləmək istəsə, qoy onu gözləsin. Kim də qayıtmaq istəsə, artıq ona evinə qayıtmağa izin vermişəm. Əbu Ubeyd dedi. Sonra Osman ona qarşı baş qaldıranlar tərəfindən mühasirə edildikdə, Əli İbn Əbi Talib ilə birlikdə bayramda oldum. O da gəldi, namaz qıldı, sonra namazını bitirib xütbə verdi. Məlik 491. Digər bir rəvayətdə bizə Abdullah İbn Yusuf danışdı, bizə Məlik xəbər verdi, İbn Şihabdan, İbn Əzhərin mövlası Əbu Ubeyddən dedi: Ömər İbn Xattabla bayramda oldum. O dedi: Bu 2 gün ki var, Rasulullah sallallahu aleyhi və səlləm onların orucunu nəhy etmişdir. Orucunuzdan sonraki fitir Ramazan bayramı günü, digər gün isə qurbanlarınızdan yediyiniz Qurban bayramı günü. Buxari 1990. Hədisi Məlik, Umeydi, Əhməd, Buxari, Muslim, Əbu Davud, İbn Macə, Tirmizi və İbn Xuzeymə rəvayət etmişdir. Məlik, Muhammed İbn Yahya İbn Həbbəndən, Əracdan, Əbu Xureyrədən, Rasulullah sallallahu aleyhi və səlləm 2 günün orucunu nəhy etdi. Fitir Ramazan bayramı günü və Ədha Qurban bayramı günü. Məlik 825. Hədisi Məlik, Əhməd və Muslim, Nəsai, Əbu Avanə və İbn Hibban rəvayət etmişdir. Bizə Vaqi danışdı, İbn Avundan, Ziyad İbn Zübeyrdən dedi: Bir kişi İbn Ömərin yanına gəlib ondan bir gün oruç tutmağı nəzir edən və həmin günü fitir və ya ədhaya müvafiq gələn kişi haqqında soruşdu. O dedi: Allah Teala nəzirə vəfanı edilən nəzirə vəfa edib ona əməl etməyi əmr etmişdir və Rasulullah sallallahu aleyhi və səlləm də bu günün Ramazan və Qurban bayramı gününün orucunu nəhy etmişdir. Əbu Bakr İbn Əbi Şeybə 9864. Digər bir rəvayətdə bizə İsmail danışdı, bizə Yunus İbn Ubeyd xəbər verdi, Ziyad İbn Zübeyrdən dedi: Bir kişi İbn Ömərdən bir məsələ haqqında soruşdu. O Minada yol gedirdi, dedi: Mən hər 2-ci və 3-cü günləri oruç tutmağı nəzir etmişəm və bu gün nəhr Qurban bayramı gününə müvafiq gəlib nə düşünürsən? O dedi: Allah Teala nəzirə vəfanı əmr etmişdir və Rasulullah sallallahu aleyhi və səlləm də nəhr günü oruç tutmağı nəhy etmişdir. Və ya belə dedi: Bizə nəhr günü oruç tutmaq nəhy olunmuşdur. Ziyad İbn Zübeyr dedi: O kişi zənn etdi ki, o onun dediklərini yaxşı eşitməyib və sualını təkrar edərək dedi: Həqiqətən də mən hər həftənin 2-ci və 3-cü günləri oruç tutmağı nəzir etmişəm və bu gün nəhr gününə müvafiq gəlib. Nə düşünürsən? O dedi: Allah Teala nəzirə vəfanı əmr etmişdir və Rasulullah sallallahu aleyhi və səlləm nəhr günü oruç tutmağı nəhy etmişdir. Və ya belə dedi: Bizə nəhr günü oruç tutmaq nəhy olunmuşdur. Ziyad İbn Cübeyr dedi: O, Abdullah İbn Ömər dağa söykənənə dək ona bu dediyinə heç nə artırmadı. Əhməd 6235. Digər bir rəvayətdə bizə Abdullah İbn Məsləmə danışdı, bizə Yazid İbn Zürey danışdı Yunusdan, Ziyad İbn Zübeyrdən dedi: Mən İbn Ömər ilə birlikdə idim. Bir kişi ondan soruşdu: Mən yaşadıqca nə qədər ömrüm var, hər həftənin çərşənbə axşamı və çərşənbə günləri oruç tutmağı nəzir etmişəm. Bu gün isə tutduğum oruc nəhr gününə, Qurban bayramı gününə təsadüf etdi. Abdullah İbn Ömər dedi: Allah nəzirə vəfa etməyi əmr etmişdir. Bizə də nəhr günü oruç tutmaq nəhy edilib. Soruşan adam sualı İbn Ömərə dəfələrlə yenidən verdi.
O isə eyni şeyi deyirdi, heç nə artırmadı. Buxari 6706. Hədisi Əbu Bəkr ibn Əbi Şeybə, Əhməd, Buxari, Muslim, Nəsai və Əbu Əvənə rəvayət etmişdir. Şabanın axırında oruç tutmaq babı. Bizə Hişam və Affan danışdı dedilər. Bizə Məhdi danışdı, Affan dedi. Bizə Qaylan danışdı, Mutarrifdən, İmran İbni Husayndan, Nəbi sallallahu aleyhi və səlləmdən. O, ya İmrana demişdi, ya da bir kişiyə demişdi. O da eşidirdi. Bu ayın sərarını, bu ayın son günlərində oruç tutmusan? O dedi, xeyr. O dedi, o zaman Ramazandan iftar bayram etdikdən sonra 2 gün oruç tut. Əhməd 20189. Digər bir rəvayətdə bizə Raf danışdı, bizə Həmməd danışdı, Sabitdən, Mutarrifdən, İmran İbni Husayndan, Nəbi sallallahu aleyhi və səlləm ona və ya ondan qeyrisinə dedi. Bu Şabanın sərarından bir şey oruç tutmusanmı? O dedi, xeyr. O dedi, o zaman Ramazandan iftar etdikdən sonra 2 gün oruç tut. Əhməd 20220. Hədisi Tayalisi Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, Nəsai, Əbu Əvənə və İbn Hibban rəvayət etmişdir. Oruclunun misvaklanması babı. Bizə Yahya danışdı, bizə Ubeydullah xəbər verdi. Mənə Səid İbn Əbi Səid danışdı, Əbu Xureyrədən dedi. Rasulullah sallallahu aleyhi və səlləm dedi, əgər ümmətimə məşəqqət vermiş olmasaydım, heç şübhəsiz ki, onlara hər dəst namazda sivakı əmr edərdim və heç şübhəsiz ki, İşa namazının gecənin 1/3-ə və ya gecənin yarısına dək ertələyərdim. Əhməd 7406. Digər bir rəvayətdə bizə Suveyd İbn Nəsir xəbər verdi, dedi. Bizə Abdullah xəbər verdi, Ubeydullah İbn Ömərdən, Səid Əl-Məqburidən, Əbu Xureyrədən, Nəbi sallallahu aleyhi və səlləmdən dedi. Əgər ümmətimə məşəqqət vermiş olmasaydım, heç şübhəsiz ki, onlara hər dəst namazda sivakı əmr edərdim. Nəsai Əl-Kubra 3021. Hədisi İbn Əbi Şeybə, Əhməd, İbn Macə, Nəsai, Əbu Ya'lə və İbn Hibban rəvayət etmişdir. Etikaf, məsciddə qalaraq ibadətlə məşğul olmaq babları. Nəbi sallallahu aleyhi və səlləmin nə vaxt etikafa girməsi haqqında bab. Bizə Quteybə İbn Səid danışdı dedi. Bizə Leys İbn Səid danışdı. Uqeyldən, Zuhridən, Urvadan, Ayşədən. Rasulullah sallallahu aleyhi və səlləm Allah onu vəfat etdirənədək Ramazanın son 10 günündən etikafa girərdi. Sonra ondan sonra zövcələri də etikafa girdilər. Əhməd 25120. Digər bir rəvayətdə bizə Abdullah İbn Yusuf danışdı. Bizə Leys danışdı. Uqeyldən, İbn Şihabdan, Urva İbn Zübeyrdən, Nəbi sallallahu aleyhi və səlləmin zövcəsi Ayşə radiyallahu anhadən. Nəbi sallallahu aleyhi və səlləm Allah onu vəfat etdirənədək Ramazanın son 10 günündə etikafa girərdi. Sonra ondan sonra zövcələri də etikafa girdilər. Buxari 2026. Hədisi İshaq İbn Rahavi, Əhməd, Buxari, Muslim, Əbu Davud, Nəsai, Tirmizi və İbnül Zarud rəvayət etmişdir. Bizə Abdə İbn Süleyman xəbər verdi. Bizə Hişam İbn Urva xəbər verdi atasından, Ayşədən dedi. Rasulullah sallallahu aleyhi və səlləm Ramazanın son 10 günündə etikafa girərdi və deyərdi, Qədir gecəsini Ramazanın son 10 günlüyündə axtarın. İshaq İbn Rahavi 670. Digər bir rəvayətdə bizə Yahya danışdı, bizə Hişam danışdı dedi. Mənə atam danışdı, Ayşədən dedi. Rasulullah sallallahu aleyhi və səlləm Ramazanın son 10 günündə etikafa girər və belə deyərdi. Onu son 10 gecədə axtarın. O bununla Qədir gecəsini qəsd edirdi. Əhməd 24737. Hədisi Əbu Bəkr İbn Əbi Şeybə, İshaq İbn Rahavi, Əhməd, Buxari, Muslim və Tirmizi rəvayət etmişdir.